Bismillah və salatu və selamu alə Rasulillah, əmmə bə'd. Təbii ehtiyacı qarşılamağın ədəbləri. İkinci dərs. İnsanların kölgələndiyi yerə və yollarına ehtiyacı qarşılamağın qadağan olması barədə. Əbu Hüreyra radiyallahu anh buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, iki lənət gətirən şeydən çəkinin. Deyirlər ki, ya Rasulullah, onlar nədir? Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, o şəxs ki, insanların yollarına və kölgələndiyi yerə öz ehtiyacını qarşılayır. Hədisi Müslim və Əbu Davud rəvayət edib. Axar olmayan suya ehtiyacı qarşılamağın, kiçik ehtiyacı qarşılamağın qadağan olması. Cəbir bin Abdullah radiyallahu anh buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm axar olmayan suya su başına çıxmağı qadağan etdi. Hədisi Müslim rəvayət edib. İnsanın ehtiyacını qarşıladığı zaman örtünməsinin vacib olması və ayaq üstə kiçik su başına çıxmağın icazəli olması barəsində. Hüzeyfə radiyallahu anh buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmlə bir yerdə idim və Peyğəmbər sallallahu aleyhi və səlləm bir qövmün zibilliyinə getdi və ayaq üstə su başına çıxdı. Mən Peyğəmbər sallallahu aleyhi və səlləmlə aralandım, uzaqlaşdım və mənə dedi ki, yaxınlaşdım, hətta Peyğəmbər sallallahu aleyhi və səlləmin arxasında dayandım və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm öz ehtiyacını qarşıladıqdan sonra dəstəmaz aldı və xuflarına məs çəkdi. Hədisi Buxari və Müslim rəvayət edib. Muğirə bin Şöbə radiyallahu anh buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm mənə dedi ki, tuluğu götür. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm mənim gözümdən itənə qədər məndən uzaqlaşdı və öz ehtiyacını qarşıladı. Hədisi Buxari və Müslim rəvayət edib. Həqiqətən İslam müsəlmanlara əziyyət verən hər şeyi qadağan edib. Müsəlmanların xüsusi və ümumi işlərində onlara əziyyət verən hər şeyi qadağan edib. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləm insanların yollarına və onların kölgələndiyi yerlərə ehtiyacı qarşılamağı qadağan edib. Nə üçün? Çünki insanlar həm yollarından, həm də kölgələndiyi yerlərindən istifadə edə bilsinlər. Eləcə də Peyğəmbər sallallahu aleyhi və səlləm axar olmayan suya su başına çıxmağı qadağan edib. Çünki həmin sudan həm insanlar istifadə edir, həm də onların heyvanları içirlər. Əgər bu edilərsə, həm insanlara əziyyət verir, həm də onların heyvanlarına əziyyət verilir və insanlar o sudan tam faydalana bilməzlər. Bu dərsdən götürdüyümüz faydalardan biri o idi ki, insanların yollarına və onların kölgələrinə ehtiyacı qarşılamağın haram olması. İkinci fayda, axmayan suya su başına çıxmağın qadağan olması və eləcə də insanın böyük ehtiyacını qarşılamağın qadağan olması. Üçüncü fayda odur ki, övrəti insanlardan örtməyin vacibliyi. Övrəti örtmək vacibdir. Ehtiyacı qarşıladığı zaman isə uzaqlaşmaq o vaxta qədər ki, hətta insanın heç bir cismi görünməsin, bu isə müstəhəbdir. Dördüncü fayda odur ki, kiçik su başına çıxmaq yaxında olar. Böyük ehtiyacı qarşılamaqdan fərqli olaraq, böyük ehtiyacı qarşılamaq uzaqda olmalıdır. Müstəhəbdir ki, uzaqda olsun. Kiçik su başına çıxmaq isə yaxında olmağın heç bir problemi yoxdur. Əsas odur ki, vacib odur ki, övrət nə olsun, örtülsün. Beşinci fayda o idi ki, insanın ayaq üstə su başına çıxmasının icazəli olması. Burada da iki şərt var ki, birincisi əmin olmalıdır ki, üstünə heç nə sıçramayacaq, nəcasət sıçramayacaq
və eləcə də baxan, onu görən insanın olmaması. Yəni övrətini mütləq örtməlidir. Allah Subhanahu taala bizi eşidib faydalananlardan etsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.